gün sizlərin qarşısına fərqli bir, formatda çıxmaq istədim. Hər zaman sizlərə tibbi, məlumatlar vermişəm, sizi maarifləndirmişəm, amma, hal-hazırda 14 yaşlı oğlum mənim haqqımda nə düşünür, mən onun gələcəyini necə görmək istəyirəm, bu səvqədə səmimi bir ortamda ana-oğul podkastı eləmək istədik. Ramal, bax, mənim işim, həkimlik sənəti sənə necə görünür? Sənin işin çox önəmlidir bir çoxları üçün. Sən nevroloq olsan da bir növ psixoloqsan. İnsanların pis hadisələrini, fikirlərini dinləyirsən və ona uyğun da dərmanlar, müalicələr eləyirsən. Və bu çox diqqət göstəriləcək bir sənətdir. Buna görə də sən çox yorulursan və çətinlik çəkirsən. Mən belə görürəm. Mən sənə bir sual vermək istəyirəm ki, sən uşaqlıqdan həkim olmaq istəyirsən, yoxsa başqa sair fikirlərin də olub? Mən deyərdim ki, bağçaya, gedəndən bu ixtisas artıq mənim üçün seçilmişdi valideynlərim tərəfindən, xüsusən anam tərəfindən və xatırlayıram ki, 1-ci sinifə gedəndə müəllim bütün şagirdlərdən soruşurdu ki, böyüyəndə nə olmaq istəyirsən? Hamını bir ayağa qaldırırdı və məni qaldıranda mən ona demişdim ki, mən həkim olacağam. Biz təbii ki, sənə belə bir məcburiyyət buraxmırıq, sənə öz ixtisasında sərbəst seçim buraxırıq. Yəni hansı ixtisası sevərsənsə, ona da yiyələnərsən. Ramal, bax, sən həkim ana ilə evdəki ana arasında bir fərq görə bilirsən? Dediyim kimi, sən işdə xəstələrə qarşı daha ciddisən. Mənə qarşı isə daha yumşaq olursan. Bu hər bir anada elə olur. Amma belə bir fərq də görmürəm. Əgər sən həkim olmasaydın, hansı peşəni seçmək istəyərdin ki? Mən düşünürəm ki, elə mən həkimlik üçün yaranmışam. Yəni ancaq həkim olmaq istəyərdim də. Yəni bu yaşımda da bunu düşünürəm, bu fikirdəyəm. Amma fərqli bir sahə olsaydı, dizayner olmaq istəyərdim. Nəyə görə dizayneri seçirəm? Dizayner gözəllik qatırsan, həyata gözəllik qatırsan, zövqlərə gözəllik qatırsan. Yəni o da hardasa həkimliyə bir yaxın sahədir də. Həkimlik insanlara şəfa verir, insanların ruhunu yüksəldir. Dizayner isə gözəlliklə bağlı insanların ruhunu yüksəldir. Ramal, sən heç düşünürsənmi ki, böyüyəndə həkim olacaqsan və yaxud da həkim olmasan hansı ixtisasa yiyələnmək istəyərsən? Həkim olmağı əvvəlləri düşünürdüm. Amma həkim olmaq ciddi bir sahədir. Çox effort gərəkdirir. Ruhunu o işə bağlamalısan ki, işin alınsın. Ona görə və həkim olmaq üçün də bir neçə prosesdən keçmək lazımdır və bu çox çətindir. Amma son illərdə IT çox genişlənmiş sahədir, özündə görürsən də. Mənim kompüterlə də bağlı kompüterlə oynamağımı görürsən, kompüter oyunları, videoları, çox baxdığımı həmişə görürsən. Mən də ona uyğun, yəni yaxşı olduğum bir şeyə üstünlük getmək istəyirəm. IT də çətindir və sən öz işində necə çox professional, yaxşı olursansa, mən də IT-də olmaq istəyirəm. Ramal, bizim hansı məşğuliyyətimiz, yəni birgə keçirdiyimiz məşğuliyyət sənin daha çox xoşuna gəlir? Yəni bu suala cavab verməyini istəyərdim və bir də sual vermək istəyirəm ki, niyə sənin ata-ana sevgin gecə saat 11-dən sonra başlayır? Yəni gün ərzində səni biz görə bilmirik. Həmişə gecə saat 11-dən sonra deyirsən ki, gəlin ailəlicə yığışaq, söhbət eləyək. Yəni bunun səbəbini bilmək istəyirəm mən. Cavablandırmayacağım. Amma ki, üçümüz bir vaxt keçirərkən ən sevdiyim anlar hər zaman səyahətə getdiyimiz anlar olur. Çünki orada fərqli hadisələr yaşayırıq, yeni şeylər görürük. Onun üzərində zarafat edirik, gülürük, əylənirik. Ona görə də səyahət etməyi daha çox xoşlayıram. Bu həm xaricdə daxildir, həm də ölkədə. Bəs yaxşı, mən də belə bir sual verim ki, mənimlə yaşadığın ən maraqlı hadisə hansı olubdur ki? Səninlə bağlı ən duyğusal hadisəm 1-ci sinifə gedəndə baş vermişdi ki, 8 mart günü idi. Mən səni gəlib məktəbdən götürəndə sən əlində bir ədəd gülla çıxdın. Gedib məktəbin bufetindən mənə o gülü alıb gətirmişdin. Bu mənim üçün həqiqətən çox duyğulandırmışdı məni.
və mən o gülü hələ də saxlayıram. Düşünürəm ki, bir ömür boyu da saxlayacağam. Amma o sənin mənə sonuncu təbrikin oldu. Böyüyəndən sonra bir daha mənim 8 martımı təbrik eləmədin. Əsas odur ki, təbrik eləyirəm ki, sözünə. Quru söz demirəm. Mən səndən 1-ci sinifdən bu yana 8 martda hədiyyə görməmişəm. Rəmal, sən mənə gül verməsən də bu son illərdə, indi mən sənə həmişə məsləhət verirəm, nəsihət verirəm. Sən onun hansından nəticə çıxardırsan, hansı sənin üçün ibrətamiz olur. Bax, bunu mən bilmək istəyərdim. Sənin nəsihətlərdən ən çox yadda qalan, həmişə mənə deyirsən ki, özünə güvənməlisən, nitqin daha yaxşı olmalıdır ki, insanlar sənə qulaq assın, diqqət etsin. Bundan yanaşı təhsil almalısan, həmişə təhsil almalısan ki, daha yüksək səviyyələrdə olasan ki, insanlar da hörmət duysunlar. Mama, sən mənim gələcəyim haqqında nə arzulayırsan? Təbii ki, bütün analar öz övladlarının xoşbəxt olmasını istəyir. Mən də sənin xoşbəxt olmağını istəyirəm. Sənin təhsil almağını istəyirəm. Yəni təhsil almaq da diplom xatirinə təhsil almaq yox, sözün əsl mənasında savadlı olmaq, öz ixtisasına mükəmməl yiyələnən bir kadr kimi görmək istəyirəm. Azərbaycan cəmiyyətinə dəyərli övlad yetişdirib vermək istəyirəm. Dəyərli şəxsiyyət kimi görmək istəyirəm. Və ən böyük arzularımdan da biri oğlum budur ki, zamanı gələndə desinlər ki, Ramalın anası Ruhiyyə həkim. Yəni bu mənim ən böyük arzumdur. Təbii ki, sənin ailə qurmağını istəyirəm, övlad sahibi olmağını istəyirəm, atanı və məni nənə-baba etməyini istəyirəm, gözəl ailə başçısı olmağını istəyirəm. Eyni zamanda biz yaşlananda bizə diqqət göstərən dəyərli bir övlad olmağını istəyirəm. İnşallah.